Ruh nədir? Ruhun əsası nədir? Qabala elmi nöqteyi nəzərindən danışsaq, bu yaradanın bir hissəsidir. Yaradan hissəsi, yəni o, yəni ali bir hissədir, ali bir, yəni insan bədənində olan ali hissə. Mən deyə bilmərəm ki, bu insanın bədənindədir, amma yaradanın bir hissəsi bu ruh adlanır. Bu nə deməkdir? Biz bilmək istəyirik, yəni yaradanın alidən olan hissəciyi nədir? Siz mənim bilmək istədiyimi bilmək istəyirsiniz? Ona görə sizin yanınıza gəlmişik. Digər yanaşmaları biz internetdə də tapa bilərik. Orada bu cür ideyalar çoxdur bu mövzuya aid. Bəli, mən başqa ideyalarla rastlaşmamışam, amma mən sizə çox sadə bir formada deyə bilərəm. Əlbəttə, buradan daha çox suallar meydana çıxa bilər, amma yenə də izah edim. Ali qüvvə, bu xeyirxah və xeyir verən bir qüvvədir. Və bu qüvvə vermə və əta etmə, sevgi qüvvəsidir. Onun ümumi böyük bir qüvvənin bir hissəsi, çünki bu qüvvənin özü sonsuzdur. Yəni, bu sonsuz vermə, əta etmə və sevgi qüvvəsinin bir hissəsi ruh adlanır. Siz ali qüvvə haqqında danışdıqda Allah haqqında deyirsiniz. Mən bilmirəm Allah nədir. Əgər siz bunu mənə izah etsəniz, mən sizə deyərəm ki, bu düz doğrudur, yoxsa yox. Bəlkə biz eyni dildə danışırıq, yoxsa yox. Yəni, eyni dildə, eyni termindir. Belə soruşaq. Yəni, anlayırıq ki, müəyyən bir ali qüvvə var. Yox, bu belə təyin olunmur. Biz deyirik ki, o sonsuzdur. Yəni, sonsuz meyardadır. Amma başqa ölçülərdə, elə bir ölçülərdə ki, elə bir meyarlarda ki, biz onu qəbul etmirik. Yəni, qəbul edici orqanımız yoxdur. Bu, sevgi qüvvəsidir, vermə qüvvəsidir. Əgər biz ruhdan danışırıqsa ki, bu ruh həmin o ali qüvvənin bir hissəsidir. Bu barədə Zohar kitabına ön sözdə, yəni müəllif orada soruşur, Rav Yehuda Aşlıq. O soruşur ki, həmin bu hissə nədir? Necə oldu ki, belə bir böyük, qüdrətli bir yaradandan hər hansı bir hissə ayrıldı? Nəyin hesabına bu hissə ayrılır və bu hissə haraya daxil olur? Nəyə görə qopur ondan? Və qopursa nəyə görə yaradandan xaricdə mövcud olur? Və ondan ayrı qopmuş bir formada o necə var ola bilər? Yəni, ondan ayrılmış bir formada, ona zid bir formada olmalıdır. Bax, məhz biz orada öyrənirik. Yəni, əgər mən düzgün anlayıramsa, yəni, ruh ilə yaradan arasında əlaqə var, çünki onun bir hissəsidir. Bəli, o hər şeydir, o isə onun bir hissəsidir.